Selamünaleyküm dostlar. Bugün size peçin radiatorun dəyişilməsini göstereceğim. Düzdür, mən çox şeyler açmışam, amma yenə göstereceğim. Baxın, bildiğiniz kimi burada bolt var. Şeyi saxlayan, şiti saxlayan. Buradakı bolt açırıq. Bir bolt da aşağıda var. Burada. Bunu açırıq. Bunu açdıqdan sonra şitin böyrünü açırıq. Hər iki böyrünü açırıq ki, şiti biz təmiz çıxartmadan radiatorumuzu çıxardacağıq. Deməli, nə etmək lazımdır? Şitin 2 voltunu da açdıq. Böyürlərində sağında solunda açdıq. Bu orta var. Ya istəsəz ya bunu aça bilərsiniz. Mən bu rahatdır deyə mən bunu çıxartdım. Volt altını çıxardan kimi bu onsuz da çıxır. Hə, vəssalam. Ondan sonra şiti təmiz metası yoxdur. Şiti baxın gördüyünüz kimi bu. Bir baca qaldırıb qabağa çəkəndən sonra ora açılır. Yəni işləmək olur. Burada bir dənə taxta qoysan reklam zaddan göydə qalsın. Sonra radiatorumuzu çıxardırıq. Yine göstereceğim indi. Gördüğünüz gibi. İşte kaldırdık. Taxta koyduk. Bakın. Hiçbir şeyimiz açılık yoktu. Yüceleri diye gördük. Geçen radyatörü ne? Matrufkalar. Deməli olursa, indidən göstərirəm, sonra göstərməyəcəm. Radyatör çıxartmaq üçün 3 tane bolt var, görürsünüz. 1, 2, bir de burada. Bağlatsandan sonra peşin çıxır. Patrufkalarda ki, özünüz görürsünüz. Patrufkalar boşalır, patrufkalar çıxardacaq. Aşağı yerdəki deyə orada bağlanır. Amma var. Radiatorun suyunu nə eləmək lazımdır? Ya bir qab qoyun burada içine boşaldın. Yəni qab kəsin qoyun. Dostum, mən sistemin bütün suyunu boşaltmışam deyə o bir radiatorumda təmizləyəcəm. Ona görə bütün suyunu boşaltmışam. Çöldən açıb boşaltmışam peçekeler şlankları. Amma əgər siz boşaltmayasınızsa bir qab kəsin, fanta bulkasının qapağını, şlankın birini açın, qoyun içine, qoyun axsın, yığılsın. Gördüğünüz gibi dostlar. Ne yapacağım radiator? Ben yerimiz. Çok sade, çok asan. Yani her de dert eləməyə böyle problem değil. Gördüğünüz gibi. Yığmağa da yeni qayda radiator saldınız. Vəssalam. Boltlarını bağlayırsınız, şanklarını, patruklarını keçirirsiniz yerinə. Xamutlarını dəyişirsiniz və yaxud daşmışkən istəsəz patrukları dəyişə bilərsiniz. Baxarsınız patrukanın vəziyyətinə. Teşekkür ederim dostlar. Kanalımıza abone olmayı unutmayın. Çok sağ olun.